Görsən insan nə qədər aramsızdır. İbadətin ləzzətini də duya bilmirsən, ibadətdə səbr də eləyə bilmirsən. Namazda nədir? Biraz qalasan, qunut tutasan, əlində bir dua eləyəsən, görürsən səbrin çatmır. Səcdələrlə rükular bir-birindən ayrı eləmək olmur. Niyə səbrimiz çatmır? Çünki aram deyilik. İçimiz aram deyil. Qəlbimiz aram deyil. Bunun aram olmağı üçün nə etmək lazımdır? Allahı çoxlu zikr eləmək lazımdır. Yol gedirsən, yol gedə-gedə İxlas surəsini oxu. Zikr elə, dilini örgəşdir o zikrə. Dilini örgəşdir, dilin zikirdisin. Bu boyda məsələn dayanmısan, gedirsən, əlində bir təsbihin olsun, onunla zikr elə. Yol sürürsən, maşın sürürsən, zikirdir də dilində bunu deyir. Qur'anın balaca bir dənə hər gün namazda oxuduğun İxlas surəsidir. Oxu, hədislər buyururlar. Bunları eləyin mübarək Rəcəb ayında.